6, 1 milyonun üstü normal 30 deyir ki, işi gərək biləninə verəsən də. Düz deyil. Cərrah, mama ginekologumuz Yeganə xanım Əliyeva bizimlə bərabərdir. Yeganə xanım, xoş gəldiniz. Neçə gündür deyirəm ki, göndərmişik Yeganə xanım, görüntüləri də veririk Yusufcanla birlikdə. Həm söhbət edirsiniz, suallarınızı verirsiniz, həm də əsas analiz testidir. Mən baxıram, heç nə başa düşmürəm. Amma siz deyin ki, o sonsuzluqdan əziyyət çəkirmi, çəkmirmi? Deməli, sperma testi biz nə üçün hər zaman deyirik ki, əziz valideynlər, həddi buluğa çatmış övladlarınızı mütləq bir analizdən keçirdin, sperma testindən. Sonraki vaxtlarda da hər hansı belə bir... Həddi buluğa deyəndə 16-17 yaşından sonra keçirmək lazımdır. 14 yaşından artıq keçirtmək olar və sonraki vaxtlarda da hər hansı bir problemlərlə rastlaşmasına. Demək,